Salam dəyərli izləyicilərim. Bugün sizinlə inanılmaz dərəcədə zərif, görünüşü gözəl olan, dadı da görünüşündən də gözəl olan çox ləzzətli portaxallı cheesecake hazırlayırıq. İlk olaraq sevdiyiniz hər hansısa bir quru peçenyeni blenderdən keçirdib narın qırıntı halına salırıq. Mən burada sport peçenyələrindən istifadə etdim. Üzərinə xoş ətir verməsi üçün biraz darçın, əridilmiş kərə yağı əlavə edib yaxşıca qarışdırırıq. Hazırladığımız kütləni diametri 26 və yaxud da 28 sm olan formaya tökürük. Bir stəkanın köməyi ilə həm alt hissəsi, həm də kənarlarını möhkəm və səliqəli şəkildə sıxırıq. Kremi üçün kəsməyin üzərinə şəkər tozu, süd, 1 ədəd portaxalın qabığını rəndələyib suyunu da sıxırıq. Amma kremə yalnız qabığı əlavə edirik, suyunu daha sonra üst qatına əlavə edəcəyik. Daha sonra 1 paçka 20%lıq qaymaq, 1 paket vanil, qarğıdalı nişastası və un da əlavə edib blenderla püre halına gələnə qədər qarışdırırıq. Sonda yumurtaları da tək-tək əlavə edib mikserlə yox, sadəcə çırpma teli ilə qarışdırırıq. Hazır kremi peçenya qatının üzərinə tökürük və cheesecake-i 170 dərəcəli isidilmiş sobada 1 saat bişiririk. Sobanın alt qatına mütləq bir qabda su qoyun ki, cheesecake bişdikdə üzəri çatlamasın. Üst qatı üçün qazançaya qarğıdalı nişastası, şəkər tozu, portaxal şirəsi və su tökürük. Rənginin daha parlaq olması üçün biraz sarkök və yaxud da qida boyası da əlavə edə bilərsiniz. Qarışığı yüngül qatılaşana qədər bişiririk, çox qatılaşdırmayın və ehtiyatla cheesecake-in üzərinə tökürük. Tam soymasını gözləyirik və tam soyduqdan sonra 1 sutka soyuducuda saxlayırıq. Sonda da cheesecake-imizi portaxal dilimləri ilə bəzəyirik. Görünüşü gözəl, dadı möhtəşəm, ağızda əriyən bir cheesecake alınır. Mütləq hazırlayın, sizə şiddətlə tövsiyə eləyirəm. İnanıram ki, çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndinizsə, like edib abunə olmağı da unutmayın hələlik.